Dünya alimləri son vaxtlar belə bir fikirdədir. Elm inkişaf eləyir. Amma niyə əxlaq tısbağa sürətindədir? Ağa müəllim. Bəli, bu verdiyiniz sual ümumbəşəri dəyərlər sistemində analiz oluna biləcək qədər dərin bir sualdır. Hər vicdanı olan, hər imanı, irfanı olan bir insan bir tərəfdən insanlığın aya, kainata bu qədər yüksəldiyini, texniki imkanlarla bu qədər böyük məsafələri qət etdiyini gördüyü, müşahidə etdiyi anda, amma bir də görürsən qarşısındakı insanın könül zəmiləri fəth olunmur. Tam tərsinə işğal olunur və istila olunur. İnsani dəyərlər ayaq altında qalır, tapdalanır. Görünür ki, bəşəriyyət bu əxlaqi dəyərlərdən daha ziyadə maddi və dünyəviləşməyə üz tutdu. Baxın, yeryüzünün dörd bir tərəfində insanlığa müəllimlər olmuş peyğəmbərlərin həyat tərzinə. Onların da həyatlarında çox böyük maddi mədəniyyətin təzahürləri var. Gəmi qayırmadan, düzəltmədən tutmuş, saatın icadından tutmuş, bir çox sənət sahələrinə qədər peyğəmbərləri biz orada icadçı olaraq görürük. Doğru, bəli. Amma onlar həmişə bu dünyada yaşadıkları zaman bu dünyaya lazım olduğu qədərində meyil etmişlər. Nə zaman ki insan hətta belə qarşısındakı insana layiq olduğundan artıq dəyər verdiyi zaman da o insana artıq yük vermiş olur. Görünür ki, insanın bu həyatdan ala biləcəyi, alması lazım olandan daha ziyadə insan fərqli hüdudlara getdi. Baxın, bir şey söyleyeyim sizə. Quran-ı Kərimin ilk ayəsi oxu ilə başlayır. Bu oxu bizi hara götürür? Oxu insanın ağlını onun o beyninin divarlarından öncə çıxarır. Sonra insanı bu həyatla tanış eləyir. Sonra insanı bu yaşadığımız dünyanın da, dünya evinin də hüdudlarından çıxarır. Sonra bizi kainat çapına götürür. Sonra insanı daha da dərinləşdirir. Təfəkkür aləmini, tədəbbür deyir Quran-ı Kərim buna. Daha da işi daha o metafizik aləmlərə aparır. İnsan təfəkkürü və insan düşüncəsi böyüdükcə əslində insan özünə dönməyə, ruhuna yönəlməyə başlayır. Baxın, yanlış yer budur. İnsan öz ruhunu, mənliyini, əxlaqi dəyərləri tərk edib tam bu dünya materialist bir şuurla həyata yanaşdığı zaman mənfəətlərlə, şan-şöhrətlə bağlı bir aləmə ayaq basır. Adəm babamızın evində iki evladı var. Biri Habil, biri Qabil. İki evlad bir ailədə eyni vəhin işığında böyüyür. Biri mənfəətlərə aşina olur, bağlanır. Biri isə mənəviyyata bağlı olur. Bir gün həsəd, kin, nifrət o qardaşın, yəni Qabilin bütün varlığını istila eləyir. Və qarşısındakı insanı öldürməyə cəhd eləyir. Habil isə qarşısındakı adamın bu qədər caniləşdiyini, cəllat halına gəldiyini görür. Deyir ki, sən məni öldürməyə gəlsən də mən sənə zərər vurmayacağım. Baxın, məsələ budur ki, həqiqi insan bəşəri o sifətlərdən daha ziyadə insanlığın zirvəsinə yelkən açmış bir insandır. O cür insanların həyata baxışı, münasibəti, davranışı tamamilə fərqli olur. Bu baxımdan düşünün Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ı 23 illik də onun bir həyat hekayəsi, əslində qıssası var. O da həyatda mücadilələr eləyib, mübarizələr aparıb, o da ailə qurub, ata olub, baba olub, orduya rəhbərlik eləyib və müəllimlik eləyib. Məsələn, biz onun həyatında daim gözəllikləri görürük. Nə qədər böyük bəla və müsibətlər qapısını döymüş olsa belə, o daim gözəlliklərlə insanlara yaxınlaşır, yanaşır. Niyə? Çünki bu həyatın həqiqətini bilir. Dərk eləmə bayaq söylədiyimiz kimi ən önəmli məsələdir. O vəhin işığında hərəkət edir və gözəl nümunə idi. Gözəl nümunə. Quran-ı Kərim bir çox yerlərdə deyir ki, Peyğəmbərimiz Aleyhisselatü Vesselam və digər peyğəmbərlərlə bağlı ki, onlar gözəl nümunədir. Və insanlıq karvanına biz bu cür yanaşa bilirik. Düşünün, yer üzündə bu qədər mədəniyyətlər quruldu. 21-ci əsrdə atom əsrində yaşayırıq. Bugün də böyük bombaların altında mədəni insanlar, körpə uşaqlar məhv edilir. İnsan qanı axıdılır. Yəni, bu gerçəkdənmi tərəqqidir? Bu gerçəkdənmi inkişafdır? Həqiqətən bir inkişaf bir düyməni basmaqla milyonlarla insanı öldürməkdir. Hansı ki, İslam dini bir qarışqanın hüququnu, haqqını qoruyan bir din. Və insan haqqına çox önəm verən bir dindir. Və ona görə bir cümlə söyleyeyim sizə.
İslam dinində olmaq sevginin dinində olmaqdır. Çünki İslam sevginin lisanı ilə danışır. Ona görə Allah Resulü Aleyhisselatü Vesselam deyir ki, Həbbibu və lə tunaffiru. Deyir, sevdirin, nifrət elətdirməyin. Tərbiyənin təməlində sevgi yatır. Doğrudan gözəl bir hissdir. İnsanlığı yönlətməkdə bağlı. sevgi, sənətin bir insan həyatda nə qədər çətin, ağır işdə işləyirsə, əgər o işi sevirsə, o iş onun üçün ləzzətdir, feyizdir. Doğrudan elədir, bəli. Nə onun üçün gecə ağırlığı, nə gündüz ağırlığı, nə enişdə, nə yoxuşda. Amma bir insan gördüyü işdən ləzzət almırsa, onu sevmirsə, təbii ki, onun üçün kabusdur. Doğrudur, elədir. Bax, bu baxımdan insanı biz varlıq aləminin içərisində ən böyük ayna olaraq görürük. Niyə? Quran-ı Kərim bu yerdə sükutumuzu pozur. Deyir ki, fəizə səvvaytuhu və nəfəxtu fihi min ruhi. Aman Allahım, nə möhtəşəm bir ayə. Deyir ki, biz insanı yaradıb ona ruhumuzdan üfürdüyümüz zaman, baxın, ruhumuzdan üfürdüyümüz zaman fəqa'u ləhu səcidin deyir. Allah Teala bütün kainata deyir, insanın qarşısında səcdiyə gedin. Baxın, insanın əzəməti, insanın böyüklüyü, o torpaqdan yaranmış yox, insanın gözəlliyi onun batini dünyasındadır. Doğrudan elədir. İç aləmindədir.